Kohalskinin oynayıb oynamayacağı bəlli deyil. Kohalski Qubadakı oyuna da meydana çıxmamışdı. Ümumiyyətlə heç adı iştirak ərizəsinə salınmamışdı. Mətbuat konfransında Qurban Qurbanova bununla bağlı sual verilib. Oyun öncəsi mətbuat konfransında o bildirib ki, 100% deyə bilmirik ki, oynaya bilər, yoxsa oynaya bilməz. Həkimlərin qərarından asılı olacaq. Tam hazır olsa, böyük ehtimal Kohalski qapıda dayanacaq. Sən də qapıcı məşqçisən, həm qapıcı olmusan. Bu durumda Kohalski komandaya nə qədər kömək ola bilər? Nə qədər hazır olsa da, həkimlər hazır edilməyə çalışsa da, bu da bir problem yarada bilərmi Kohalskinin bu durumu? İndi qapıcının hal-hazırda neçə gündür məşqləri buraxıb, buraxmayıb, hansı səviyyədə o bədənini tonusda saxlayıb, saxlamağı o qədər önəmlidir o. Çünki qısa bir məsafədə oynanılan 2-3 oyun var ki, hansı ki, iştirak eləmədi. Məsafə orada o qədər də böyük deyil. Mən düşünmürəm ki, əgər məşq eləyibsə, yüngül də olsa, bədənini tonusda saxlaya bilibsə, elə bir böyük təsir olası deyil. O təcrübəli bir qapıcıdır. Ümumən Kohalskinin oynamağı komanda üçün vacib bir fiqurdur. Lazımlıdır. Digər qapıcının bugünkü gündə məsələn son oyunlarda... Buntiçi oynadarsan sən Newcastle oyunda? Belə deyim də, Buntiç də gələndə yaxşı oyunlar olub, sadəcə sonradan biraz az oynadı, psixoloji olaraq bəlkə də o qədər qəbul edə bilmədi. Amma bugünkü gündə Buntiç də olsa oynatmalısan.